ecazkar səs. Mən onun canlı əfsanə hesab edirəm. Flora Kərimova, bizim dostumuzu və Flora xanım həqiqətən möhtəşəm ifaları var və hətta Azərbaycan filmlərində də onun səsini biz hiss edirik. Bütün filmlərimizdə o səs var. Amma Əli müəllimin xatirəsi var. Maraqlıdır, onu səsi də yazıb. Mən onu təbrik yazmışdım bir dəfə. Basif bəy atmışam. O kitabımda getməyib. Niyə getməyib? Özümə də... Əslində bu kitaba bu da getməlidir. Zərifxan Yaqub da getməlidir. Mütləq haçansa. İndi görək Qulu bəy bir də məni məcbur eləsə. İndi ikinci kitab inşallah haçansa olsa, yəqin o şeylər getməlidir. Çünki birisi niyə görə getməlidir? Onlar tək ona görə ki, Əli yazıb. Əli yazmayıb. Sadəcə və sadəcə Flora xanımın orada səsi var, gözəl səsi var. 2018-ci ilə bağlı bir xatirəsi. O toya getmişdik bərabər. İlham İsmail'lə bərabər Flora xanımı götürdük. Goranboy ataya getdik. Rasim ağanın oğlunun toyuna getdik. Goranboy yoxsa Mingəçevir? Yox, Mingəçevirdə qaldıq. Goranboy toya gələcək. Ramiz müəllimin dostudur. 23 iyul Azərbaycan estradasının Madonnası, qeyri-adi, əvəzsiz, müqayisəsiz ilahi səs sahibi, nəğmələri ilə sevdiyimiz, ayrıldığımız, həsrət çəkdiyimiz, təsəlli tapdığımız, adı gözəl, özü gözəl Flora xatunun doğum günüdür. Möhtərizə, yubiley yazıb qocalmasını istəmirəm. Özünün oxuduğu dayan zaman dayan deyib zamanı durdurmaq istəyirəm. Ayrılığın bir dəniz olduğunu, yola saldığımız ilk məhəbbətimizin bağışla sevirəm deyə bilmirəmindən sonra taksidən düşüb haraya, hayana gedəcəyimizi bilməyəndə vağzaldan gedən qatarın dalınca baxma deyib 4.5 oktava səslə bəlkə də bizləri intihardan qoruyub saxlayan kosmik səs. Kosmik səs. Sinifanızı nə qədər sevirsiniz kim bilmir. 2018-ci ildə 2 gün birgə olduğumuz Rasim ağanın oğlunun toy günləri ömrümün ən gözəl günlərindən biri oldu. Amma acı və zəhərli dil olduğunuzu əyani şahidi olanda dözməyib dedim. Flora xanım, xahiş edirəm susun. Flora xanım dinləmək istəyirəm deyə maşının maqnitofonundan tənhalıqdan üşüyəndə, taleyinə başlayanda bir körpənin beşiyində ürəyini ovudacaq, unudacaq. Ramiz Övşən sözlərinə Allah rəhmət eləsin, Mobli Babavin musiqisi. Yer planetinə mənsub olmayan səs salonu doldurdu. Oy, oy, oy. Və bütün maşında olanlar hamısı tutun səsə qulaq asdı. Onun səsi ilə ən çox sevdiyiniz mahnı var? Hansını sevməyəsin? Birin deyək, məsələn. Mən deyək ki, yaşıl adamı daha çox sevirəm. Baqir Səmədov, Allah rəhmət eləsin, Enis Habitoğlu'nun sözlərinə yaşılada. İlk dəfə Mənim Bəlalı Məhəbbətim, Bayram Bayramın senarisi əsasında. Onun Bəlalı Məhəbbəti belə bir film. Onun Bəlalı sevgisidir deyəsən, Mənim Bəlalı sevgim gedir və orada oxuyub. Məncə elə bilirəm ki, onun ən dahiyanın mahnısı məncə Baqir Səmədoğlu'nun bir axşam taksidən düşüb payıza, bilmirəm onu necə, yəqin bir də heç kim elə oxuyanmaz. Bir akşam taksiden düşüp payıza bilmedik haraya hayana gider. Bir akşam taksiden düşüp payıza bilmedik haraya hayana gider. Bahar hasretiyle payız akşamı gene hazin hazin titredi yürek. Yəqin odur da. Yəni onu heç kim... Başqa bir səsdir, kosmik səs. Necə ki dediniz. Mən hətta elə olub ki, o səs musiqi səsindən televizor olmuşam ki, oxuma. Sus, yəni olmaz, adamı öldürə bilərsən sən. Allah can sağlığı versin və bir dənə qısa bir xatirə də mən bura əlavə edeyim. Onun sadəliyindən danışacağam. Deməli 2019 idi ya 2020 idi. Biz Flora xanımla çəkiliş elədik. Və bizdə də çəkilişin haqqında o operatorunda toy olmalı idi. Yəni ki, çəkilişdən 3 gün sonra toy olmalıdır bu adamın. Flora xanım da orada belə bir söz dedi ki, burada olan adamlardan kimin toyu varsa, olacaqsa, mənə dəvət edə bilərsiniz. Mən indidən sizə söz verirəm ki, mən gələcəm. Və bunu təkrar dedi. Bizim də ağlımıza gəlmir ki, bu oğlanın toyu olacaq, yanımızdan çıxıb. Bu da demir bizə, utanır. Və Flora xanım gedəndən sonra oğlan mənə yaxınlaşdı ki, ayda, mənim toyum olacaq 2 gündən sonra. Özə mənim də çox sevdiyim müğənnidir. O deyir ha, həm ailəmin, həm nə olar, Flora xanımı deyirəm. Dedim, bu bir yax buradaydı, demək olardı da. İndi təzən zəh vurmaq, bir də deyir.
Özə toy da olacaq Saray qəsəbəsində. Yəni uzaq bir yerdir. Orada bir şadlıq evi var. Flora xanıma zəng vurdum. Birinci o xanım köməkçisindən danışdıq. Dedi ki, Flora xanım indi səni özü yığacaq. Bir 15 dəqiqə sonra Flora xanım özü mənə yığdı. Yaqut xanımın köməkçisi. Hə. Dedi ki, Vasif bu toyla vaxtı dedim Flora xanım. Orada operator idi, amma utandı deməyə də. Sabah öbürsünün toyudur. Hardadır? Saray qəsəbəsində. Özüm də utandım deməyə, çünki məsafə də çox uzaqdır. Bir kəlmə dedi ki, mən o toya gələcəm. Gəl məni götürərsiniz falan saatda. Biz getdik, Flora xanımın evindən gəldik. Flora xanım o toya gəldi. Nəinki yarım saatlığa. Bütün toy boyu oturdu, bütün toy boyu oxudu. Bütün ailə, hətta sarayda, qəsəbədə adamlar inana bilmirlər ki, heyrətlənmişdilər də. Heyrətlənmişdilər. Və hamı gəldi, yığıldı onun başına. Çox əslində dəhşətli bir jest idi əslində o. Və bizim masada da oturdu və hamımızla da rəqs elədi. Dedi ki, əgər o ürəkdən belə istəyibsə, mən burada olmalıydım. Başqa bir, yəni o demək istəyirəm ki, onun həm də bir insani keyfiyyətləri çox yüksəkdir. Allah can sağlığı versin və istəyirəm